Xanımlar, gözəl qızlar. Bir neçə gündür çillərimlə bağlı suallar gəlir. 2 gündür, hoş geldiniz. Ne kadar qaldı? O mənim çox pulum. Belə menecer lazım diyor. O qədər alış-veriş edib, bu qədər pulda gətirib məni. Anam 10 manat. Qəpik də gətirmişəm ya da. Ay mama. Aha. Bax, bu da 10 manat. Gördün? Alın. Çox sağ ol. Alım derken al. Sizə çox diyetçik, möhtəşəm bir lavaş tost hazırlayacağam. Mən o bir paylaşım var. Deyir ki, özümü artıq kişi kimi hiss eləyirəm. Ancaq beynimdə pul qazanmaq, problemləri çözmək, bir də ki mənə yemək bişirəcək. Pul qazanmağı qazanıram. Problemlərimi özüm çözürəm. Yemək bişirmək problemim vardı. O da ki, Allah razı olsun. Rəhimə xanım, menecerim, Allah razı olsun. O gəlir mənə kömək eləyir. Çünki zarafat bir yana, yox, mən üçün yemək bişirmir. Hərdən Allah razı olsun, dəstək olur. Sözdən hardan, denən hardan hara deyirsən? Çillərimlə əlaqəli çox sual gəlir. Bilirsiniz, prosedur eləmişəm. Qızlar, mən şok. Dünən götürmüşəm o şeylə də, nə deyirlər ona? Pambıq ki, üz təmizləyən pambıq var. Baxın. Üz təmizləyən pambıqla üzümü belə təmizlədim. Sıxmadan olmaz. Pambığın üzərində belə çillər. Yəni o qədər təəccübləndim. Üzümə baxın qızlar. Üzümə baxın. Bilirsiniz ki, mən bu aralar çılğın bir qəşəng, mənə yaraşacaq prosedurlar eləmişəm. Dodağımı falan biraz gözəlləşdirmişəm, yaraşıb. Çillərimlə əlaqəli eləmişəm. Bir də dəri altı nədilər? Kök hüceyrə. Ramilə xanım etiketləyəcəm, inşallah onunla əlaqədar da paylaşım edəcəm. Kök hücrə proseduru eləmişəm. Dərim, rəngim açılıb, baxın. Üzüm parlayır, maşallah. Və çillərim yoxdur. Biraz burada qalıb, biraz burada. Çillərimi dediyim kimi, yəni öyrəndikdən sonraki zaman keçdikcə, yaş ilərlədikcə, indi yox, ilərlədikcə çillər çoxalır və ləkəyə dönüşür. Mən də ləkə istəmirəm. Çillərimi sevirəm, amma ləkə sevmirəm. Ona görə bir yoxlayayım dedim. Çilləri ilə ilgili kompleksi olan xanımlar mənə çox yazırdı. Ona görə dedim bu proseduru eləyim. Baxın necə olacaq. Artıq bir həftə deyil, elə deyil, 7-8 gün üstündən keçib. Ayan xanım necə demişdisə, nə demişdisə, dünən üzümü təmizləyəndə bax, pambığın üzərində sadəcə halım yox idi. 2 gündür sizdən uzaq biraz. Dünən bir haqsızlığa uğramışdım. Çox əsəb keçirmişdim. Yəni o insanın ağzının payını vermək gərəkirkən, əlimdə onu əzəcək güc varkən, başqa səbəblər üzündən nəysə sıxdım özümü, söz verdim ki, heç bir şey eləməyəcəm. Ona görə onun da əsəbi içimdə qaldı və migrenimə vurdu, ürəyimə vurdu. 2 gündür sizdən uzaq biraz özümü çox da yaxşı hiss eləmirəm. Ona görə o videoyu paylaşa bilmədim. Heç halında belə deyildim ki, telefonu götürüm, göstərim sizə, o halda deyildim. Göz önündədir. Damarlarıma babam bir kimi. Saçma bax. Maşallah, kukla deyir, kukla. Məsbər kuklası. Mən axır sözü cümlənin sonuna gətirə bilmədim və biabırçılıq. Neyniyim, məni də belə sevirsiniz də. Olsun. Neyse, unuttum nə deyəcəyimi, boş verin. Öpdüm, sevirəm sizi. Ayan xanımıdır, Ayan xanımı etiketləyəcəm aşağı. Biabırçılıq. Etiketləyəcəm, sevirəm sizi. Sonra paylaşma eləyərəm və başıma.